Düzgün cavabı müəyyən edin deyir. Hakimiyyət uğrunda mübarizənin baş verməsi 16-cı əsrin əvvəllərində Ağqoyunlu dövlətinin parçalanması. Bu 1500-cü ilə təsadüf edən bir hadisədir və 16-cı əsrin əvvəli kimi biz bu hadisəni qiymətləndirmirik. 16-cı əsrin əvvəli deməyimiz üçün misal üçün 1501-də Səfəvilər dövlətini göstərə bilərdik. Ona görə bir olan variantları çıxardırıq. Həsən Padşahın Osmanlı qüvvələrini pusuya salması, Ağqoyunlu qüvvələrinin Malatya döyüşündə qalib gəlməsi ifadəsi düzdür. İçini götürəcəyik, digər variantları da çıxardacağıq. Cahan Şahın Teymuri dövlətinin paytaxtı Heratı ələ keçirməsi, Qaraqoyunlu dövlətinin Teymurilərdən asılılığına son qoyulması. Bu hadisələr bir-biri ilə əlaqəli deyil. Asıllıq 1447-ci ildə Şahruxun ölümündən sonra bitmişdi zaten. Ona görə 3 olan variantları da çıxardacağıq. Artıq cavab 2-4 olaraq qaldı. 4-ə baxırıq. Azərbaycanda yarımköçmə feodal əyanlarının qiyam qaldırması, Cahan Şahın Teymuri hökmdarı Əbu Səid ilə Barışov müqaviləsi imzalanması düzdür. 1459-cu ildə Herat müqaviləsini nəzərdə tutubdur. 5-ə baxırıq. Qızıl Ordu və Ağqoyunlu dövlətləri arasında hərbi ittifaqın yaradılması, Moskva knyazının ittifaq təklifinin Həsən Padşah tərəfindən qəbul edilməməsi. Bu hadisələr qismən düz yazılsa da, burada hərbi ittifaqlardan söhbət getməyibdir. Yəni, burada müəyyən diplomatik razılıqlardan və təminatlardan söhbət gedibdir. Ona görə də 5-i də götürməyimiz bu sual üçün düzgün olmaz. Düzgün cavab bu sualda 2 və 4-dür.